Kişi voleybolçular arasında teşkil edilen Yüksek Liganın həlledici oyun günündə ilk olaraq meydana birinci uğrunda mübarizə aparan Neftçi və Murabas Terminal kollektivləri çıxıblar. Ağqaralar görüşə daha istekli başlayıb və ilk seti 25-17 qalib tamamlayıb. Viktor Boldariyevin rəhbərlik etdiyi komanda ikinci setində eyni hesabla aktivini yazdırıb. Üçüncü set qarşılaşmada sonuncu olub. Bu dəfə 25-13 hesabı ilə üstü olan Neftçi komandası yekunda 3 hesablı qələbə ilə çempionatı 3-cü sırada tamamlayıb. Finalda xilasedici və ordu klubları münasibətləri aydınlıq gətirib. Olduqca gərgin keçən ilk sənə hərbiçilər 26-24 irəlidə bitirib. Lakin bundan sonra toparlanan Cəlil Cəlilovun komandası ikinci seti 25-16 qazanaraq bərabərliyi təmin edib. Üçüncü set olduqca dramatik keçib və yekunda xilasedici 27-25 üstün olub. Dördüncü sənin 25-21 aktivini yazılan xilasedici yekunda ordunu 3-1 hesabı ilə məğlub edərək ölkə çempionu adına gələnib. Qadın voleybolçuların mübarizəsində 3-cü yer uğrunda görüşdə Milli Aviasiya Akademiyası Gəncə ilə qarşı-qarşıya gəlib. Oyuna sürətli başlayan Gəncəlilər ilk seti 25-18 aktivini yazdırıb. Rafael Petrinin komandası ikinci setə rəqibinə 25-21 qalib gəlib. Üçüncü set həlledici olub. Burada da eyni hesabla üstün olan Gəncə Milli Aviasiya Akademiyası üzərində 3 hesablı qələbə qazanaraq bürünc mükafatlara sahib çıxıb. Final görüşündə isə Turan DH Volley kollektivi ilə münasibətləri aydınlıq gətirib. Birinci setdə DH Volley rəqibinə 15 xal verib. İkinci setdə Turan voleybolçuları öz ilə gəlməyi bacarıb 25-21. Gərgin mübarizə şəraitində keçən üçüncü hissədə birincilər yenə rəqibini üstələyib 25-19. Oyunun taleyinə dördüncü setdə aydınlıq gəlib. Burada 25-23 hesabı ilə üstün olan Turan debüt mövsümündə çempion adına qazanıb.